qalır. Yox, mən Cəlilabadın çəkilişi. problemindən danışıram. Buranın Yox, problemindən yox. danışmıram. Onu yox söyle. Yox, danışacağım. Bir Qardaş, dəqiqə icazə çöl ver. deyil bura. Cənab prezident özü deyib ki, bir dəqiqə Mən üzr sənin üçün də istəyirəm. çəkiliş eləmirik. Biz Bax çöl görsən deyil. oranı çək vuruyor. Buradan Qardaş, şikayətçi bir dəqiqə, deyilik. buradan şikayətçi deyirəm axı. Arazi bizimdir. Arazi üstündə olsa mən burada hal-hazırda deyirəm ki, Qardaş, onkoloji Siz özünüzü təqdim edin zəhmət olmasa. Mən mühafizə rəisiyəm. Lap gözəl. Mən də Nurayn Abdullayev. Mən qapalı Müəssisə və- şəraitdə. Ən azından Xeyr, bir siz dəqiqə. yanlış fikirdəsiniz. Ən azından müəssisə rəhbərinə yaxınlaşmalısınız. Hansı məsələlərlə? Vətəndaş akıllı gedən şikayətçi deyil. Xanım, Vətəndaş Cəlilabad rayonundan şikayət şikayətçi. edir. Eybi yox. Cəllabatın Bura şikayəti buna küçədir. aidiyyəti var. Qardaş, bura küçədir. Bu Küçə adam, deyil bura. bu adam Bura qoşan Cəlilabadda yaşayır. Burada Bura çəkir. xəstələr Oğlu istirahət burada edir. qazidir, onkoloji. Bilirəm, mən yaşlanıyorum onu. Siz burada mənimlə vaxt keçirdiyinizdə gedin o qazi ilə maraqlanın. Buyurun, davam edin Gəl çəkilişinizi. orada Siz səssiz qazi, kim siz dağılacaq? qazisiz, Bilirəm. sizə hörmətsizlik eləyəməz. Buyurun, müsaade edin. Yox, bu Siz indi ümumiyyətlə kimə Mən müraciət? öz qanımı, Xahiş edirəm, ay öz qardaş. qanımı onun oğluna Sən vermişəm. içəridə mənə məsuliyyət daşıyırsan. Bura ərazi mənimdir. Sizin əraziniz yoxdur. Bura yasama ərazisidir. Buyurun. Sözü təqdim edeyim. Mən özüm Cəlilabad rayon sakini, 1-ci Vətən müharibəsinin yüksək döyüş iştirakçısı Çingiz Təhməzov Fərruxoğlu və 2-ci 44 günlük Vətən müharibəsinin qazi atası olaraq və əsgər atası olaraq hal-hazırda uşağımın biri də Kəlbəcər döyüş bölgəsində ayaq-sayaq fəxrlə xidmət edir, mükafatlarla xidmətlənib. Mən özüm 1994-cü ildən 99-a qədər rəhmətli Heydər Əliyevin verdiyi fəxri fərman mükafatı ilə fərqlənmişəm. Bax budur. Sadəcə bizim demək olar ki, Cəlilabad rayonunun xəstəxanasında öz başınalıqdır. Cəlilabad rayonunun xəstəxanasında Faiq adlı şəxs quldur deyərdim. Kimdir Faiq? Faiq orada mühafizəçidir. Demək olar ki, pozğun ictimai Yox, təhqir pozğun. eləməyin. Yox, təhqir eləmirəm. Həqiqi pozğundur. Yəni ki, 3 dəfə ailə qurub alkaşın biri idi, içkiyə qurşulanan biri idi. Gətiriblər ora, o deyir ki, mənim arxamda Azadxanov Elnur dayanır, bir də ki, təzə direktordur, bir də Vüqar Qurbanov dayanır. Bax, bu knişkaları cənab prezident təqdim edib bizə. Kimindir bu? Bu Zeynalov Coşqun Çingizoğlu. Oğlunuzun. Bəli, bəli. Bu Zeynalov Coşqun Çingizoğlu'nundur. Bax, bu knişkalar, bunu cənab prezident təqdim edib. Bax, bu knişkaları, medalları da buradadır. 5 dənə cəsur medalları ilə. Bunu Faiq təpi ilə vurub ayağı ilə ki, bunu cəhənnəm ödün. Hal-hazırda qazini xəstəxanada təzyiq göstərərək, qaziyə təpik vuraraq bunları rədd ediyor, bunları gözümüzə soxmur. Həmin mühafizəçi idi. Bəli, bəli, mühafizəçidir. Mənim arxamda deyir ki, gedin hara istəyirsiniz şikayətçi bildirin. Ondan çox adam O necə narazıdır. Azərbaycanlıdır, qazini təhqir Ona edir, Azərbaycanlı qaziyə demək işgəncə olmaz. verir. Onu deyirəm arxasında duranlar kimsə Azadxanov Elnurdur, təzə gələn Astaradan. Demək buna yenə deyirəm prezidentimizin imzası var. Hörmətsizlikdir buna. Düz zəhmət olmaz. Bu cənab prezidentin imzasıdır. Buna hörmətsizlik eləmək olmaz. O isə təpi ilə vurub hegemonluq edir ki, dəfələrlə bir daha da məni döyüb. Bax bunu təpi ilə vurub atıb ki, bunları gözümüzə soxmayın. Bu məsələ ilə bağlı hara müraciət eləmisiniz? Məsələ ilə bağlı mən bütün yerlərə müraciət etmişəm, amma təəssüf olsun ki, heç yerlər- Cəlilabad rayonunun icra başçısına, düz icra başçımız sağ olsun. Cəlilabad rayonunun icra başçımızdır. Cəlilabad rayonunun polis şöbəsidir. Həqiqətən də Köməyini dəstəyidir. göstərir Bəli, mi? dəstəkləri var. Mən onu yalandan deyə bilmərəm. Çox dəstəkləri var. Elə onların dəstəyi bizdən əsir gəlmir. Sadəcə o Faiq dediyim xəstəxana tabe olmur heç kimə. Prezidentimizin verdiyi sərəncama, prezidentimizin qoyduğu qanunlara hörmətsizlik, kobudcasına hörmətsizlik Nə edir. üçün sizə qarşı belə aqressiya yaradıb, sizə qarşı belə hücumlar Mən belə edirsiniz öz dediyinizə görə? Mən belə qaziyə baxılmayan şəkildə belə sizlərə müraciət edəndə ondan sonra cənab prezident özü deyib ki, əgər harda qanun pozuntuları var müraciət edin. Mən də müraciət etdiyimdə o bizlə zidd düşüb. Ki sən kimsən müraciət edirsən. Cəlilabad rayonunda ağır qazi, ağır qazidən 4-cü mərhələlərə ağır bax onkoloji xəstədir. Hələ 1-ci qrupluğun verməyiblər. 4-cü ağır mərhələlə onkoloji xəstə. Nə deməkdir? Ölür bu uşaq. 15-20 gün bunun vaxtı var. Vermir. Vermir. Bu uşaq müharibədə canını qoyub. Prezidentimizi dəmir yumruq eləyən bunlardır. 25 yaşı var. Cəhənnəm yaşı. Bəs bu gün bizə əgər qiymət verilmişsə, bu gün bu cənab prezidentimizin bu verdiyi knişkalar Faiq kimi dılğırların ayağının altında gəzəcəksə, bu əgər istifadəsi yoxdursa, bunun dəyəri yoxdursa bizə niyə verib bunu? Bu günləri Faiq orada çox hegemonluq edir. Arkasında duranlar da Azadxanov Elnurdur və Vüqar Qurbanovdur.
Mən xahiş edirəm cənab prezidentdən. Cənab prezident, ölkədə canımızı qoymuşuq. 5 il döyüşlərdə canımı qoymuşam. Bayrağın yüksəlməyi üçün, torpağın işğaldan azad olunmağı uğrunda. Bir evladım o cürünə bu daha ağır onkoloji xəstədir. Şuşada yaralandı. Şuşada ağır travma aldı. Bu günləri bax, bu gün Cəllabadın rəisi 100 manat pul verib gəlmişəm. Pulum yoxdur. Ən azından Hal-hazırda. köməkli göstərirlər də sizə. İndi hal-hazırda 2 gündə hələ gəlib gedirəm, mesaj yoxdur. Yox. Yox, Mən yox, Cəllabadın olmaz problemindən danışıram. Buranın Yox, problemindən yox. danışmıram. Onu yox söylə. Yox, danışacağım. Bir Qardaş, dəqiqə icazə çöl ver. deyil bura. Cənab prezident özü deyib ki, bir dəqiqə Mən üzr sənin üçün də istəyirəm. çəkiliş eləmirik. Biz Bax çöl görsən deyil. oranı çəkmirik biz. Biz buranın da xidmətindən razıyam. Mən demirəm, bax buranın onkolojinin xidməti çox gözəldir. Buradan Qardaş, şikayətçi bir dəqiqə, deyilik. buradan şikayətçi deyirəm axı. Ərazi bizimdir. Arazi sizin də olsa, mən burada hal-hazırda deyirəm ki, Qardaş, onkoloji Əgər bizi şəhərdə döyürəm. çəkiliş elirsə, mətbuat xidməti çıxmalıdır. Bura, Ay bacım. bura Sizə vurdum. siz özünüzü təqdim edin zəhmət olmasa. Mən mühafizə rəisiyəm. Lap gözəl. Mən də Nurayn Abdullayevayam. En azından, Mən qapalı Müəssisə və- şəraitdə. en azından Xeyr, bir siz dəqiqə. yanlış fikirdəsiniz. En azından müəssisə rəhbərinə yaxınlaşmalısınız. Hansı məsələlərlə? Vətəndaş onkologiyadan şikayətçi deyil. Xanım, Vətəndaş Cəllabad rayonundan Var şikayətçi. mı? Eybi yox. Cəllabaddan Bura, Cəllabaddan bura şikayətinin buna şikayət nə aidiyyəti var? qardaş, bura küçədir. Bu Küçə deyil adam, bura. bu adam Bura qoşun Cəllabadda yaşayır. Burada Bura çəkir. xəstələr Oğlu istirahət burada yeridir. qazidir, onkoloji. Siz Bilirəm, burada mən mən- yaşlanıram onu. Siz burada mənimlə vaxt keçirdiyinizdə gedin o qazi ilə maraqlanın. Problemi- Yo, yo, Problem, çəkilin, fikrim davam dağılacaq. edin siz. Fikrim Siz dağılacaq. davam edin, narahat olmayın. Mətbuat xidmətinə əlaqə saxlayacağam mən, narahat olmayın. Saxlayın. Buyurun, Mən- davam. Çəkişə mane olursunuz. Siz Fikrim qazi, atasız, dağılacaq. qazisiz, Bilirəm. siz hörmətsiz eləyəməz. Buyurun müsahibə verin. Yox, bu bizə xidmətləri yüksək olur. Gəl, Buyurun qıraqda. müsahibə verin, zəhmət Heç olmasa. vaxt bu hörmətsizlik olmuyor. Siz indi ümumiyyətlə kimə Mən müraciət? öz qanıma, Xahiş edirəm, ay öz qardaş. qanıma onun oğluna Sən vermişəm. içəridə mənə məsuliyyət daşıyırsan. Bura ərazi mənimdir. Zəhmət, sizin əraziniz yoxdur. Bura yasama ərazisidir. Buyurun. Kimə müraciət edirsiniz? Mən buradan ölkə başçısına müraciət edirəm. Aha. Ölkədə özüm də, evladım da canım qoyub, ağır onkoloji xəstədir. Bəli. Hal-hazırda demək olar ki, Cəllabad rayonunda özbaşınalıqdır, hegemontluqdur. Düzdür, yenə deyirəm, Cəllabad rayonunun icra başçısı, Cəllabad rayonunun rəisi, yüksək xidmətləri var. Cəllabad rayonunun şöbə müdiri, qazilərin başında duran Elşad Füzuli müəllim yüksək xidməti var. Bəli. Elə onların sayəsində gəlib çıxmışam bura. Onların dəstəyi çox böyükdür. Sadəcə Cəllabadın təbibi demək olar ki, faiqdir. Cəllabadın direktorudur. Prezidentin verdiyi fərmanlara tabe olmur, özbaşınalıq edirlər, qudurğanlıq edirlər. Siz əsas tələbinizi deyin. Əsas səbəbim mənim uşağım 44 günlükdə canını qoyub, hal-hazırda ağır xəstədir. Hal-hazırda o ximiyaya girməlidir. Hal-hazırda durumu çox ağırdır. Mən dövlət başçısından xahiş edirəm nəzarətə götürsün, kömək etsin. Çünki o müharibədə Şuşada yüksək səviyyədə dediyim kimi cəsur medallarla, mükafatlarla cənab prezident tərəfindən yüksək döyüşlərdə olub. Bu da ki, onun demək olar ki, ağır Maştağanın ağır dərmanları ilə qalır. Ağır dərmanlarla yaşayır. Neçə yaşı var demək olar ki, qazimizin? 25 yaşı var. Demək olar ki, 25 yaşa kimi cəhənnəm yaşayıb müharibədə. Siz nə əməliyyatla bağlı, müalicə ilə bağlı müraciət edirsiniz? Bu ximiya ilə bağlı, ximiya ilə bağlı köməklik olunsun, xahiş edirəm. Zəhmət olmasa Mən köməkli cənab göstərin prezident, qazimizə. bir dəqiqə üzr istəyirəm. Sizdən mən yenə O deyirəm, mənim narazı o deyiləm. mənim gözüm üstə. Mən ona görə cənab prezidentə xahiş edirəm. O mənim gözüm. Bu faiqin haqqında Cəllabad demək olar komissiyasıdır. Cəllabad xəstəxanasını nəzarətə götür və onun haqqında tədbirlər görülsün. Mən artıq dərəcədə prezidentimizdən və Mehriban xanımdan xahiş edirəm. Təşəkkür edirəm və minnətdarım.